İndi podkast deyirik. Əvvəl televiziyada bu dialoq idi da, müsahibə idi. Bu xarakteri verilişlər çox olurdu. Doktor, başlayaq biz mövzularımıza. Korlar nə görür? Korların görməyi asılıdır hansı yaşından sonra kor olubdur. Əgər 7 yaşından əvvəl anadan gəlmə kor olubsa, ümumiyyətlə heç nə görmür. 7 yaşından sonra kor olubsa, o görür rəng. Boz və qəhvəyi rənglərin qarşılığını. Qarşıma çıxmışdı TikTokda, orada həkim cavab verir bu suala ki, korlar qara rəngdə görür. Bu yanlışdır. Qaranın özü də rəng kimidir. Qara rəngdə görmür. Ümumiyyətlə heç nə görmür. Heç nə görməməyi belə izah eləyərəm ki, məsələn, siz dirsəyinizin ucundan nəsə görürsünüz və yaxud qulağınızın dalından nəsə görürsünüz. Bu dərəcə. Yəni o yoxdur da, o hissiyat yoxdur. Göz özü reseptordur. Biz gözlə görmürük, beyinlə görürük. Göz ora düşən işıqları sinir impulslarına çevirir və beyinə göndərir. Beyində oksipital zona var. O siqnalları toplayır, sağdan gələn siqnalları, soldan gələn siqnalları və onu şəklə çevirir. Oradan da göndərir frontal korteksə, beynimizin ön tərəfində. Osa onu başlayır araşdırmağa ki, mənim gördüyüm şey nədir? Və göz bu siqnalları göndərməyəndə ümumiyyətlə bizdə nə rəng anlayışı olur, heç nə bir anlayış olmur. Artıq onda hipokampda qalır yaddaş. 7 yaşa qədər gördükləri. O artıq nəsə görübdür, nəsə qavrayıbdır. Belə deyək, almanı görübdür, nə bilim, meyvələri görübdür, suyu görüb, dənizi görüb, divarı görüb, nə bilim, ağacı görübdür. Orada hipokampda o yaddaşlar qalıbdır. Görmə siqnalları dayanandan sonra Charles Bon sindromu deyirlər, illüziyalar başlayır. Başlayır öz-özünə illüziyalar görməyə başlar, naxışlar görürlər. Xəstələr deyəndə ki, bəzən heç nə görmürsən, deyir o, bəzən olur ki, nəsə bir forma görürəm, bəzən olur ki, nəsə bir naxış görürəm. O illüziyalardır. Onda belə çıxır ki, korlar yuxu da görmür. Yenə 7 yaşa qədər kor olubsa, o yuxu görür, amma vizual yuxu görmür. İ ilə bağlı yuxu görür. Məsələn, dənizi görübsə, dənizin səsini eşidir. İyə bağlı yuxular görür, səsə bağlı yuxular görür, amma görüntü orada olmur. 7 yaşdan sonra kor olubsa, onda görüntülü yuxular olur. Və doktor, bizim bir xəyal gücü deyilən bir şey var. Yəni xəyal gücümüzdə bəzən bir şeyləri təsvir eləyirik. Onu hardan görürük biz? Onlar necə yaranır? Görmədə iki cür proses var. Deməli, biz görürük oksipital korteksdən, yəni beynimizin arxasında görmə mərkəzi var, hansı ki, orada siqnallar gəlir, ora işlənilir. Ora deyirlər qalxan yol və enən yol. Qalxan yol odur ki, xaricdən gəlir siqnallar, gözə işıq gəlir və orada fotoreseptorlar çevirir siqnallara, sinir impulslarına və beynin arxasında şəklə çevrilir. Bir də var frontal paydan, beynin frontal ön payından gələn impulslar. Bizim ümumiyyətlə xəyal gücümüz hamısı frontal paydan gəlir. Frontal paydan birbaşa ora gələndə o xəyal gücü vizuallaşa bilir. Bəzilərində frontalla oksipital korteks arası çox güclü inkişaf edibdir. Onlarda hiperfantaziya sindromu yaranır. Bir onlarda çox inkişaf edir, bir də şizofreniklərdə və narkotik istifadə edənlərdə o sürətlənir. Niyə narkotika istifadə edənlərlə şizofrenlərdə sürətlənir? Çünki onlarda dopamin artır, dopamin mediatorları. Onlar illüziya ilə reallığı qarışdırırlar. Bəzən nəsə gözlərinə görünür. Desən ki, bir şey düşün, illüziya yarat. Məsələn, o düşünsə ki, mən Ərəbistandayım, həqiqətən də yanında ərəb şeyxlərini görəcək. Çünki o illüziya birbaşa reallığa çevirə bilir. Düzdürsünüz, mən bir dəfə şahid olmuşam. Kağız yandırmışlar, ağ kül idi. Kağızdan əmələ gələn külü ona inandırdılar ki, o gördüyün qardır və o inanmışdı ona və üşütmək hiss elədi həmin normal insanda desən ki, bir alma düşün və ya armud düşün, maşın düşün, o xəyal eləyəcək. O xəyal belə deyək də, görüntüdən gələn siqnallarla frontal paydan gələn siqnallar üst-üzə düşəcək. Öyle bir ümumi görüntünün yanında bir bozuntul, tez gəlib, tez də çıxıb gedən bir görüntü kimi yaradacaq. Amma dopamin sürətli olanda və ya şizofrenlərdə o qarışır reallıqla artıq bilmir, mən realdayam, yoxsa qeyri-realdayam. O xəyal belə deyək də, görüntüdən gələn siqnallarla frontal paydan gələn siqnallar üst-üzə düşəcək. Öyle bir ümumi görüntünün yanında bir bozuntul, tez gəlib, tez də çıxıb gedən bir görüntü kimi yaradacaq. Məsələn, onlara denən ki, sən hal-hazırda təyyarədəsən. Onu hiss edəcək. O həqiqətən də təyyarəni görəcək, qorxacaq və reallıqla illüziyanı qarışdıracaq. İnsan var gördüyünü yadında saxlaya bilir, insan var yadında saxlaya bilmir. Beyində hipokamp deyə bir yer var. Yaddaşa o cavabdehdir. Yaddaşa məhsul olan mərkəzi var, görməyən analizatoru var, bir də xəyal qurma.
onlar üçü bir yerdə sürətli işləyirsə, onlarda yaddaşlar güclü olur və fotoqrafik yaddaş da yaxşı olur. Bəzilərində onu sonradan özləri süni sürətdə artırır. Çox mütaliə eləməklə. Mütaliə eləyənlə mütaliə eləməyənin beyni fərqlənir. Beyin fərqləndikcə, beyin inkişaf elədikcə o adamın danışığı da fərqlənir, o adamın yaddaş tutumu da artır. Məsələn, hər gün kitab oxuyan, sən desən ki, 100 səhifəni bir günə qutararsan, deyər ki, problem deyil. Amma heç kitab oxumayana bir səhifə böyük gəlir. Çünki o artıq yaddaş tutumu kisilibdir. Bir də var, beyin travma keçirir. Savant sindromu deyirlər ona. Heç bir təhsili yoxdur, ağıldan geriliyi var, amma elə hesablamalar bacarır. Deyirlər ki, məsələn üçün mənim filan yaşım var, haçan anada olmuşam. Toplayır, həmən cavabını verir. Başlayır ki, filan ilin, filan günü, sən filan dəqiqə yaşamısan, filan saat yaşamısan. O savant sindromudur. Onlar adətən ya autizm olur, ya da ki, beyində hansısa bir problem, travma keçirəndən sonra, avtoqəza keçirəndən sonra, beynin bir hissəsi zədələnəndə, digər hissəsi onu əvəzləyəndə alternativ olaraq onun yükünü özünə götürür və yaddaş güclənir. Doktor, çoxunu maraqlandıran bir sual var. Üçüncü göz. Biz buna biraz mistik yanaşırıq. Üçüncü göz nədir? Misal üçün, mən o vaxtdan yadımdadır, deyirlər, alnın ortasında olur, beyin gözü deyirdilər buna. Üçüncü göz, bu tarixən Hind fəlsəfəsində meditasiya, ezoterika, okkultizm, bu kitablarda qeyd olunub o barədə. Bir də Hind fəlsəfəsində var. Adı da Ajnadır. Üçüncü göz əslində yoxdur. Onu bəzi araşdırmaçılar epifizlə əlaqələndirirdilər. Beyində epifiz deyə bir dənə region var. Səhərlə axşamda fərqli mediatorlar istəsələr beyində. Səhər serotonin, axşam melatonin. Beyni ona uyğun tonuslandırır. Araşdırmaçılar onunla əlaqələndirirlər. Hipofizlə. Bəzi fəlsəfələrdə bizim hissiyatımızla əlaqələndirirlər. Amma elm onu sübut eləməyib. Elə bir heyvanlar var. Yeni Zelandiyada tuatara kərtənkələsi. Onu araşdırdım. Yeni Zelandiyada tuatara kərtənkələsi. Onun 3 dənə gözü var. Biri başının arxasındadır. O da elə bir telefonlarda sensor var, işığı ölçür. Gür işıqdır, aşağı işıqdır, ona uyğun ekran tənzimləyir. O sensor rolunu oynayır. Sadəcə bunu çox hissiyatlı insanlara aid edirlər, şamil edirlər. Elm elə bir şey sübut eləməkdir. Ekstrasenslər həqiqətən görürmü? Yox, ekstrasenslərdə... Onlar öncədən görürük hər şeyi. Bəzən də həyatları o qədər gətirmir. Deyirəm, bu niyə öz həyatını görə bilməyib, öncədən görürsə? Mən deməli, o barədə biraz araşdırma elədim ki, həqiqətən də ekstrasenslər gələcəyi görə bilərmi? Onlar sadəcə fərziyyə irəli sürür gələcək barədə. Biraz da araşdırdım ki, necə fərziyyə irəli sürür. Birinci, onlar müştərisi ilə danışanda bir var cold reading, bir də hot reading. İki cür readinglər eləyir. Mənası nədir? Cold reading odur ki, bədən dilini soyuq oxuyurlar. Mənası nədir? Məsələn, bir-iki dənə fərziyyə verir ki, yoldaşınızla probleminiz var, ananızla probleminiz var və baxır sizin reaksiyanıza. Sizin reaksiyanızda artıq onu təsdiqləyici reaksiya görürsə, o oxu üzrə gedir. Yox, görmürsə, keçir başqa yerə və ya qaynanızla, baldızla problem var. Hansı ki, 90% ora gələn qadının ya qaynası, baldızla problem var, ya yoldaşı gəzir. Bəli. Ora gələn kişilərdəki çox güman ki, pula görə gəlir ki, necə olsun, mənim işim artırasın, ruzumu artırasın. Sonra bir də isti oxumaq var, deyirlər ona. O nə deməkdir? O insanla görüşməmişdən qabaq hardansa onun haqqında məlumatlar toplayır. Və topladığı bəzi məlumatları söhbətin arasında elə deyir ki, buna birdən-birə şeydir, qeybdən gəldi bu məlumat. Bonnie Forer fəlsəfəsi var bu barədə, fenomeni var. Deməli, bu nə deməkdir? Onlar dünyanın 90% olan insanına aid olan məlumatları atır. Məsələn üçün, belə deyək də, iş yerində sənin göz götürməyənlər çoxdur və yaxud əlin duzu yoxdur. Ətrafın dolu insanlarla da sən amma özünü tək hiss edirsən. Hansı ki, bu 90% insanlarda tutacaq bu. Və sən düşünürsən ki, doğrudan nə yaxşı, düzdür. Elə mən də eləyəm. İndiki ekstrasenslərin işi asandır. Girirlər TikTok, Instagrama, story, hekayələr, statuslar, təxmini insanın nə yaşadığını oradan öyrənirlər. Sonra qarşına oturanda siz dediyiniz kimi oradan yola çıxırlar və danışırlar. Bax, siz indi danışırsınız, sizə diqqət edirəm. Bu məndə də var. Özüm danışanda heç vaxt bir nöqtəyə ya da insanın gözünə baxmıram.
Yəni sağa baxıram, sola baxıram, yuxarı baxıram, amma gözün içinə baxa bilmirəm. Dinləyəndə gözün içinə baxa bilirəm. Bu nə ilə bağlıdır? Niyə bəzən biz gözün Bəzi içinə insanlar, ümumiyyətlə təbiətdə gözün içərisinə bir var baxmaq, bir də var zilləmək. Zilləmək bizim beynimizdə mərkəz var, amigdala deyirlər ona, o hissəcik. O hissəcik bizə təşviş yaradır, həyəcan yaradır. Biz gözümüzü başqasının gözünə zilləyəndə bir müddətdən sonra artıq siqnal, təşviş siqnalları yaradır. Çünki bu təbiətdə döyüşə hazırlıq, döyüşə səsləmə, aqressiya kimi qəbul olunub. Məsələn, heyvanlarda da var, deyirlər itin gözünə baxma və yaxud pişiyin gözünə çox zilləmə. Heyvanlar da bir-birlərinə göz-gözə çox baxanda o artıq döyüşü çağırmaq kimi səslənir. Sənin dalınca düşən itin gözünə çox baxsan, it 100% səni hücum edəcək. Amma itə baxma və yaxud canavara baxma hücum eləməyəcək. Çünki gözə baxmaq çağırışdır, döyüşə çağırışdır. Ona görə çox zillənmək əslində insanlarda təşviş yaradır. Həmin o mərkəzə görə, amigdala mərkəzinə görə. Mən narahat oluram, baxa bilmirəm. Bir də bəzi insanlar var ki, məsələn, autizm, bir də ADHD, diqqət dağınıqlıqları. Onlar baxır. Onlar ümumiyyətlə baxa bilmirlər gözə. Ancaq qaçırlar. Baxan kimi, onun gözünün içərisinə baxan kimi o narahat olur, anxiety edirlər. Təşviş başlayır, ürək döyüntüsü artır, əli tərləyir, əli əsir. Biz etika dərsi keçəndə Kanadada orada qayda öyrətmişlər bizə 50-70%. 50-70 qaydası o nə deməkdir? Danışarkən 50% qabağındakının gözünə bax, qarşısındakının. Dinləyərkən 70%. Bax. Ondan çox baxma. Yəni çox baxmaq artıq mədəniyyətsizlik kimidir. Diplomatik görüşlərdə bir qarşındakının gözünə çox baxmaq, onu şübhə altına salmaq deməkdir. Yəni mən sənin danışıqlara inanmıram. Skeptik əlamətdir. Çünki kim danışan çox gözünü zilləyir. Müstəntiqlə müttəhim üz-üzə danışanda orada müstəntiq gözünü zilləyir. %100 zilləyir. O artıq nəyə görə zilləyir? Çünki o araşdırır, görüm sən düz deyirsən yoxsa səhv deyirsən. Yer gəlmişkən gör işığı yönləndirirlər onun gözlərinə ki, müstəntiqlər ondan istifadə edir. Müstəntiqlər, ümumiyyətlə araşdırmaçılar, xüsusi dövlət təhlükəsizlik xidməti. Məsələn, biz düşünəndə adətən gözümüzü qarşıdakından çəkirik. Görmüsən bəlkə kimsə göyə baxır, kimsə başını qaşıyır. Həmin vaxtda kognitiv proseslər işə düşdüyünə görə gözdən gələn siqnallar üstünə düşüb küy yaratmasın deyə o gözünü çəkir. Bu bir də baş verir yalan danışma zamanı. İndi bu istəyir yalan danışsın, bəbək genəlmək istəyir, amma işığa görə də bəbək daralmaq istəyir. Həmin vaxt başlayır bəbək oynamağa, hippus deyirlər buna. Verilən suallarda baxır görür, bu bəbək oynayacaq yoxsa yox. Oradan nəticə oynayırsa deməli, o artıq yalan danışır. İnsan doğrunu danışanda beyin heç nə emal eləmir. Yalan danışanda sən emal eləməlisən axı. Sən o səhnəni qurmalısan da beynində. Əksi heç ola bilməz, doktor. Yox, sən o səhnəni qurmalısan. Tutaq ki, siz deyirsiniz ki, sizin də hardan gəlirsiniz? Mən avtomatik deyirəm ki, tutaq ki, evdən gəlirəm. Əgər mən sizə aldatmaq istəsəm, səhnə quracam ki, bəs çıxdım, bir də tanışım gördü məni, tanışım filan şeyə çağırdı, getdik oturduq. Onu mən səhnələşdirmək üçün istər-istəməz beynin kognitiv funksiyası işə düşməlidir. Müstəntiqlər işığı çox tutanda gözə, göz reseptorları yorulur. Göz də beynin bir hissəsi olduğuna görə beyin də yorulur. Beyin yorulandan sonra çox yorğun insan yalan danışa bilmir. Aydın oldu. Təşəkkürlər.